Gəlin düşünək, insan hansı mərhələdə özündə dərin uğursuzluq hissini yetişdirməyə başlayır. Gəlin bu mövzunu möhkəmləndirək. Ümumiyyətlə, uğursuzluq hissi hardan yaranır? Əvvəlki videolarda demişdim ki, biz özümüz haqqında müəyyən təsəvvürlərə çox möhkəm yapışırıq. Yəni, biz uzun müddət eyni öz təsəvvürümüzdə qalırıq və onu dəyişdirmək çətin olur. Yadınızdadırsa əgər, biz bunun müzakirə etmişdik, iradə gücü ilə özümüz haqqında yeni bir təsəvvürə alışmaq prosesindən danışmışdıq. Başqa sözlə desək, biz iradə gücü vasitəsilə köhnə, sabit təsəvvürlərimizi tərk edərək özümüzü yeni bir şəkildə görməyi öyrənirik. Bu prosesdə vacib olan məqamlar. Birincisi, utanç və ego maniyaları. Köhnə təsəvvürlərə bağlı olduğumuz üçün utanç və ego bizi geri çəkməyə çalışır. Onlar deyir, sən əvvəlki şəkildə olmalısan, risk etmə, səhv etmə. İkinci, iradə gücü. Biz bu maniyalara baxmayaraq, iradəmizi işlədərək yeni öz təsəvvürümüzə alışmalıyıq. Bu, daxili inkişafın və şəxsi dəyişiminin əsasıdır. Üçüncüsü, yeni reallığı qəbul etmək. Biz öyrənirik ki, reallığımız yalnız köhnə təsəvvürlərimizdən ibarət deyil. İçimizdə daha böyük bir reallıq var və onu kəşf etmək mümkündür. Başqa sözlə, biz özümüzə dair köhnə məhdud fikirlərdən çıxmalı, iradə gücü ilə yeni davranış və düşüncə nümunələrini qəbul etməliyik. Bu proses həm də özünə inamı artırır və şəxsi inkişaf üçün vacibdir. İradə gücü və yaxud da iradə zorakılığı, yəni insanın öz gücü ilə yeni mən obrazını öyrəşməsi, eqanı aşması, eyni zamanda ego ilə ortaq dil tapması deməkdir. Bu sadəcə inadkarlıq deyil, daxili bir məşqdir. İnsan öz içində yeni reputasiya xətləri çəkir, yəni özünə yeni baxış bucağı formalaşdırır. Burada ən böyük maniyalardan biri də utancdır. Utanç sənə deyir, sən heç kimsən, sən heç nəyə yaramırsan, sən heç nə edə bilmirsən. Amma biz isə utanca cavab veririk, yox qardaş, mən heç kim deyiləm. Mən hər şeyəm, mən öz həyatımın ulduzuyam. Mənim işığımı sən yox, mən özüm yandırıb söndürə bilərəm. Məhz belə iradə zorakılığı insanın üzərində işləməsi, yeni mənlik anlayışını qəbul etməsi və daxildə öz gücünü hiss etməsi ilə formalaşır. Burada çox vacib məqam var. İradə gücünü hiss eləmək. Çox vaxt elə bilirlər ki, psixoterapiya əyləncəli, asan bir şeydir. Güya gedirsən, sənə deyirlər ki, sən supersən, sən möhtəşəmsən və sən də göylərdə uçursan. Yox, belə olmur. Biz öyrəşmişik özümüz haqqında müəyyən bir təsəvvürlə yaşamağa. Məsələn, mən uğursuzam təsəvvürü ilə və indi bizə lazımdır iradə gücü ilə yeni təsəvvürə öyrəşək. Amma ilk vaxtlar bu öyrəşmə çox vaxt özünü aldatmaq kimi gəlir. Niyə? Çünki utanç sənin içində deyir, ay qız, nə danışırsan, boş şeyləri eləmə, boş şeylər danışma. Ego isə başlayır soruşmağa, sən kimsən axı, sən yararsızsan, sən bunu bacarmarsan, sənə lazım deyil bu. Sənin işin iradə gücü ilə yeni mən obrazına öyrəşməkdir, özündən soruşmaq. Ki, doğrudanmı mən başqa cür ola bilərəm? Ağıllı, gözəl, sevilən, arzulanılan, uğurlu və cavab, bəli, əlbəttə ki, ola bilərik. Düşündüyümüzdən də artıq nailiyyətlər qazana bilərik, həm də çox şeylər. Mən burada əlavə elədim ki, niyə özünü aldatırmırsan kimi hiss olunur. Çünki daxildə utanç və ego müqavimət göstərir. Gəlin biraz düşünək, insan nə vaxt özündə dərin mən bacarmıram, məndə alınmır hissini böyütməyə başlayır. Bu çox vacib sualdır. Gəlin mövzunu möhkəmləndirək. Ümumiyyətlə, uğursuzluq hissi hardan yaranır? Bu hiss adətən uşaqlıqdan başlayır. Ən çox məktəbdə, ailədə ya da ətrafda kimsə səndən heç nə çıxmaz, səndən heç nə alınmaz deyəndə. Uşaq o sözü eşidir, qorxur, utanır və içindəki kiçik toxum kimi mən heç nəyə yaramıram inancı yaranır və illər keçir, bu toxum böyüyüb, böyük bir ağaca çevrilir. Deməli, uğursuzluq hissi sadəcə havadan düşmür, havadan yaranmır. Onun kökü var. Təcrübələr, tənqid, müqayisələr, utandırmalar, insan təkrar eşidəndə ki, başqası bacarır, sən yox, onda içində bir boşluq yaranır. Ona görə də bu mövzunu başa düşmək vacibdir. Uğursuzluq hissi sonradan gəlmir, o çox erkən yaşda formalaşır və biz indi onu anlamağa başlamalıyıq ki,
Bu his bizdən güclü deyil. Onu bizə nəsə və ya kimsə yükləyib. Yüklənilmiş proqramdır. Biz doğulanda uğursuz doğulmuruq heç birimiz. Biz doğulanda təmiz doğuluruq və illərcə cəmiyyət, ailə, insanlar tərəfindən yəni proqramlaşdırırıq. Proqram yazılır, bizə tikilir. Keçən videolarda biz bu haqda danışdıq. Uğursuzluq hissi sadəcə havadan düşmür. Məktəbdə olan bullying, valideynlərin səhv münasibəti və sair kimi hallardan yaranır. İndi gəlin konkret danışaq, uğursuzluğun dərin mahiyyəti nədir? Əslində uğursuzluğun kökü budur. İnsan içində inanır ki, mən bacarmıram, məndə alınmır, mən heç kiməm. Bu his çox erkən formalaşır, məktəbdə alçaldılanda, valideynlər müqayisə edəndə və ya dəstək verməyəndə. Yəni, mən uğursuzam inancı əslində öyrədilmiş bir haldır. İnsanın doğma mahiyyəti deyil. İndi gələk başqa mövzuya. Çox adam soruşur, bəs mən necə inanım ki, mən varlı ola bilərəm? Bax, burada iki yanaşma var. Biri afirmasiya. Oturub deyirsən, mən varlıyam, mən varlıyam, mən varlıyam. Amma içində inanmadığın üçün bu söz boş qalır. İkinci yanaşma, iradə gücü. Burada sən özünə deyirsən, mən varlı ola bilərəm, mən pul qazana bilərəm. Bax, o pullar oradadır, gedib götürmək olar oradan o pulları. Onlar göydən düşməyəcək, amma mən onları qazana bilərəm. Mən şəxsən afirmasiyaya qarşı deyiləm, mən şəxsən ezoterikaya qarşı deyiləm, enerji gücünə, fikir gücünə qarşı deyiləm. Amma o adamlar üçün ki, afirmasiyanı qəbul eləmirlər, buyurun cavab. Biz özümüzə deyirik, əlbəttə ki, sən həqiqətən də varlı ola bilərsən. Sadəcə çalışıb o pulu götürmək lazımdır. Yəni fərq budur. Yəni sözlə özünü aldatıb mən artıq varlıyam demək yox. Əsl güc bundadır ki, sən özünə mən varlı ola bilərəm deyirsən. Bu artıq real inamdır. Boş təkrar yox. Yəni də deyirəm, mən afirmasiyaya qarşı deyiləm, mən ona inanıram və yəni onun gücünü də görmüşəm, işləv bir şeydir. Amma inanan insanlara əlbəttə ki. Maska ilə kölgənin fərqi nədədir? Yəni, insanın özünün dərin, gizli təəssüratı ilə onun taxtığı maska arasındakı fərq nədir? Maska bu personadır. Persona odur ki, biz başqalarına özümüzü göstərmək üçün nümayiş etdiririk. Yəni, müəyyən keyfiyyətləri göstəririk ki, ünsiyyətimizdə qəbul olunaq, uyğun görünək. Bu bizim zahiri tərəfimizdir. Amma kölgə bizim içimizdə gizlənən, qəbul etmək istəmədiyimiz tərəfdir. Burada ən maraqlı məqam nədir? Mən demişdim ki, ən güclü uğursuzluq kölgəsi o insanlardadır ki, onlar hər vəclə ideal görünmək istəyirlər. Yəni, ideal görünmək istəyən insanları görəndə siz bilin ki, onun içində böyük bir uğursuzluq hissi, uğursuzluq kölgəsi yatır. Onlar uğurdan hekayəli yapışırlar, risk etmirlər, çox az yeni şey sınayırlar. Əgər nəyisə sınayırlar, ancaq milyon dəfə yoxlayıb, hər detalı 100% dəyərləşdirib, səhv qalmasın deyə. Və nəticədə bu onlar üçün bir növ əzaba çevrilir. Bax, burada müqayisə vacibdir. Persona xarici tərəfdir. Maska, yəni bizim xarici tərəfdir, görünən tərəfimizdir. Yəni bizim başqalarına göstərdiyimiz maskadır. Ona görə də bütün stereotiplər də o maskada yatır. Yəni biz əslində öz kölgəmizi gizlətmək üçün maska taxırıq, amma içimizdəki hisslər mən bacarmıram, mən uğursuzam, məhz oradan. Bu fərqdən doğur. Gəlin indi uğursuz nümunəsindən çıxıb uğurlu insan mövzusuna baxaq. Bəs uğurlu adam kimdir? Çoxlarının cavabı belədir. Uğurlu insan odur ki, hər şey onda ilk dəfədən alınır. O fürsətləri görür, götürür və edir. Heç nədən qorxmur, onun üçün hər şey super gedir. İnsanların amma gözündə uğurlu adam haqqında stereotiplər belədir. O ona onun sadəcə bəxti gətirib, o ağ köynəkdən doğulub. Əlbəttə, hər kəsin uğurlu adam haqqında öz təsəvvürü var. Məsələn, mən deyə bilərəm ki, uğurlu insan budur mənim üçün. Başqa birisi isə deyə bilər ki, yox, uğurlu insan mənim üçün pam-pam-pam-pam-pam-pamdır. Yəni 3 dəqiqə vaxt ayırıb yaza bilərsiniz ki, yazın ki, uğurlu insanın reputasiyası nədir sizə görə? Adətən bu suala verilən cavablar belə olur. Uğurlular elə belə doğulurlar. Ağ köynəklə doğulurlar, onların zəngin valideynləri var. Bax, bu əsl bəxtəvərdir, o ağıllıdır, nə bilim, Dubayda doğulub, əşə bəxti gətirib də. Amma mən istəyirəm ki, siz bu sualı şuurlu analizlə yox, ürəyinizdəki real düşüncələrlə cavablayasınız. Maskasız,
düz özünüzdən çıxardın. Yəni ki, nə hiss edirsiniz, necə düşünürsünüz, elə çıxardın özünüzdən. Sizcə uğurlu insan kimdir? Əslində bu suala cavablar belə olur. O uşaq vaxtından uğurlu idi. Ana atası dövlətli idi. İstedadlı idi. Nəysə görə bizə elə gəlir ki, güya bu adam həmişə belə olub. Elə doğulandan uğurludur. Bu çox maraqlı bir qanuna uyğunluqdur. Sanki insanı uğurlu kimi qəbul edənlər onun keçmişinə baxmır, sadəcə nəticəyə görə düşünürlər ki, əşya o elə həmişə belə olub. Halbuki bu həqiqət deyil, bu sadəcə beynimizin yaratdığı bir illüziyadır. Çünki bizim eqamız heç cür imkan vermir ki, biz bu qabığın içindən çıxaq. Ona görə də biz düşünürük ki, güya insan həmişə belə olub, doğulandan belə olub, uğurlu biri olmaq üçün, yəni uğurlu ailədə, Amerikada, Dubayda doğulmalısan, amma bu belə deyil. Belə düşünməyə eqamı səbəb olur. Dövlətli ailədə doğulmalısan, falan ölkədə doğulmalısan. Bu eqanın işidir. Dahili etmək, ulduz olmaq, tanınmaq, rəssam olmaq, oxuyan, müğənni olmaq yox. Eqanın məqsədi sadəcə odur ki, biz oturaq və öz işimizlə məşğul olaq. Başımızı salaq aşağı, öz işimizlə məşğul olaq. Eqa nə edir? Eqa deyir, otur, sakit yaşa, başını sal aşağı. Heç bir riskli bir şey eləmə, heç bir təhlükəli şey etmə. Sadəcə təhlükəsiz qal. Bu eqanın həyat məqsədidir. Ego istəmir ki, biz tutalım, например, helikopterla çəkilişlər edək, risklərə girək, böyük hərəkətlər edək. Ego odur ki, bizi qorxutmaqla saxlayır. Onun missiyası bizi qorxutsun və biz dayanaq. Və təkrar edirəm, biz bir dahiyənə, möhtəşəm, ulduz, müğənni görəndə insanın həmişə belə olduğuna inanırıq. Bu da daimi suallar yaradır içimizdə. Yəni, onu o şəxsə verməsəydi, amma belə bir suallar yaranır ki, sən həmişə belə olmusan. Qısası, ego rahatlıq zonasında saxlamaq üçün bizim içimizdə qorxu yaradır. Biz isə bunu reallıq kimi qəbul edirik. İndi gəlin uğurlu insan haqqında səthi, stereotipik fikirləri yazıb nəzərdən keçirək. Yəni, dərindən yox, sadəcə ilk ağla gələn insanların ümumiyyətlə düşündüyü şeylər. Məsələn, onun həmişə bəxti gətirib, sadəcə bəxti gətirib. O yüngül düşüncəli insandır, amma uğurludur. Ona çox imkanlar verilib, bizə yox. Hiləgərdir, dələduzdur, amma yenə də uğurludur. Vicdanı yoxdur, amma uğurludur. Onun üçün valideynləri hər şey edirlər, verirlər. 20 yaşında milyarderdir, ya da zəngin birini tapıb, münasibət qurub. Bəxti gətirən bir uğurlu. Bunlar uğurlu insan haqqında səthi təsəvvürlərdir. Dərindən yox, birinci baxışda insanın ağlına gələn stereotiplər. Yadınızda saxlayın. Məqsəd burada öz fikrinizi çəkməkdir. Başqasının sözünü təkrar etmək deyil. Yəni, öz fikriniz olsun, öz baxışınız olsun, öz fikrinizi çəkin. Başqasının sözünü təkrar etməyin. Çox insanlarda səthi təsəvvürlər formalaşıb. İlk olaraq insanlar uğurlu insanı belə görürlər. Uğurlu insan tənbəldir, sərbəstdir, kobuddur. Yəni daha dürüst, açıq cavablar belə olur. Haçansa kimsə uğurlu insan üçün deyib ki, o tənbəldir, nə bilim, kobuddur, uğurludur, amma tənbəldir. Uğurlular elə tənbəl olurlar. Kimsə bunu bir dəfə deyib, bunu illərcə, əsrlərcə insanlar əsrlər boyu bunu dartışdırıb gətirirlər. Yəni, bu fikirdədirlər. Sizdə belə səthi təsəvvürlər formalaşır hər hansı bir kəsə qarşı, hadisəyə qarşı. İdealizə edilmiş səthi təsəvvürlər də var. Səthi təsəvvürlər də bizdə formalaşır. Bu necə olur? Sizə indi izah eləyəcəm. Məsələn, sizə uğurlu insan xoş gəlir. Tutalım, deyirsiniz ki, sərbəst, qayğısız, nə istərsə edir, yaradır, macəralar edir. Amma eyni zamanda deyirsiniz, yox, amma mən belə deyiləm də. Hansısa bir xanım işləmir, o pulu kişidən alır. Siz razı deyirsiniz, amma mən belə deyiləm. Yox, mən özüm pul qazanıram. Yəni, elə bir ki, kimsə hansısa kişidən, ərindən pul alır, amma arxasıca siz momentalən deyirsiniz ki, mən amma belə deyiləm, mən özüm pul qazanıram. Əslində, o onu istəyir,
Amma yalnız pıçıldaya deyə bilər yalnız özünə ki, mən də belə istəyirəm, mən də istəyirəm ki, kişi mənə pul versin. Mən bunu niyə deyirəm? Çünki bu nümunə göstərir ki, eyni anlayış uğurlu insan nə qədər fərqli və ziddiyyətli ola bilər. Mən bir neçə saatdır ki, yəni neçə videoların saat toplamında uğursuzluq anlayışı ətrafında fırlanıram və onu milyon cür tərəfdən nəzərdən keçirirəm. Fərqli təsəvvürlərin necə ola biləcəyini göstərirəm sizə. Və bizim vəzifəmiz budur. Həyatımızda özümüz üçün öz fərdi təsəvvürlərimizi müəyyən etməyə, müxtəlif situasiyalara dair öz yanaşmamızı formalaşdırmaq. Çünki məhz bu ilə biz həyata gedəcəyik və məhz bunu həyata keçirəcəyik. Məsələn, kim yazdı ki, mənə sərbəst, qayğısız, insanlar xoşdur, amma mən belə deyiləm. Bu çox vacib komponentdir. Bu komponent çox vaxt bizə içimizdə olanları göstərir. Nəsə baş verəndə, kiməsə fikir bildirəndə və yaxud da nəsə olanda və dalınca biz deyirik ki, mən belə deyiləm. Bu reaksiya anındaca içimizdə olanları göstərir. Siz bunu qəbul edirsiniz başqalarında, amma özünüzdə yox. İndi mən sizə bir neçə vacib suallar verəcəm və biz uğursuzluq kölgəsinin dərin hisslərinə girəcəyik. İlk sual nömrə 1. Bu suallar bəzilərinizin əsəblərini poza bilər, amma bu normaldır, belə suallar olur. Sual nömrə 1. Mənə uğurlu insan olmaq üçün nə verilməyib? Burada uğurlu insan dedikdə mən nəzərdə tuturam uğur, nailiyyət, özünü sübut etmə, yetərlilik. Sual sizdədir. Sizə uğurlu insan olmaq üçün nə verilməyib? Sual 2. Son nömrə 2. Mənim içimdə uğurlu insan olmaq üçün nəsə çatışmır. Üçüncü sual. Əgər dürüst olsaq, mən çox istəyirəm, 3 nöqtə, amma hiss edirəm ki, bacarmayacağam. Mən çox istəyirəm, 3 nöqtə istədiyinizi yazırsınız, amma hiss edirəm ki, bacarmayacağam. Sual 4. Mənim arzumdur, amma 3 nöqtə. İndi mən sizə 10 dəqiqə verirəm, bu suallara cavab verəsiniz. Yazın, fikirlərinizi çıxarın və öz dərin hisslərinizi hiss edin. Onu əlavə etmək istəyirəm ki, həmişə bunu müşahidə etmişəm. Burada məqsəd möhtəşəm, amma əslində sizin olmayan bir arzunu yaratmaq deyil, yazmaq deyil. Burada söhbət sırf bizim arzumuzdan gedir. Ananızın, dədənizin sizdən gözlənilən arzuları yazmayın. Sırf içinizdən gələn arzu. Doğru arzu olmalıdır. Burada əsas odur ki, ən azından bu bizim öz arzumuz olsun. Mənim arzum olmalıdır. Bəli, sizin şəxsi daxildən gələn, sizin üçün vacib arzu. Sadəcə öz arzunuzu qəbul etmək və onu görmək. Niyə mən bu suallarda amma sözünü vurğulayıram? Məsələn, 4-cü sualda mənim arzum, amma 3 nöqtə. Və ya 3-cü sual. Mən çox istəyirəm, amma hiss edirəm ki, bacarmayacağam. Bu amma çox vacibdir. Yəni, amma sözünə burada aksent edək. Çünki məhz bu amma göstərir ki, siz hələ də orada deyilsiniz, hələ bunu etmirsiniz. Başqa sözlə desə, amma səbəbi göstərir ki, niyə siz istədiyiniz şeyə çatmırsınız, niyə hələ hərəkət etmirsiniz, niyə hələ uğur qazanmaq üçün addım atmırsınız. Bəzən belə bir hallarda olur. Görürük ki, nəsə qıcıq yaranır içimizdə, içdən nəsə sızlama yaranır. Bu, əlbəttə, çox şey göstərir. Xüsusilə insan özünə nəsə inandırmağa çalışır. O, əslində nəyisə istəmir kimi davranır, amma əslində istəyir. Məsələn, o deyir, mən buna ehtiyacım yoxdur, mənim ehtiyacım yoxdur, belə etmək olmaz, belə etmək istəmirəm, amma daxildən həqiqətən istəyir. Yəni, özünü aldadır, özünü inandırmağa çalışır, amma içindəki həqiqət tam başqa olur. Elə olur ki, bəziləri açıq-aşkar özlərini inandırırlar ki, onlar uşaq istəmirlər. Bir psixoloq danışırdı, deyirdi ki, bir dramatik bir hekayə var. Onu danışırdı. Deyir ki, bir xəstə var idi, mən onunla işləyirdim
və proses çox emosional keçirdi. Pasiyent gözləri yaşla dolu qışqıraraq danışırdı. Yəni tam bir isterik vəziyyətdə. Psixoloq danışırdı ki, bizim həmin o pasiyentla seanslarımız çox emosional keçirdi. O pasiyent həmin o psixoloqa müraciət etmişdi ondan ki, mən uşaq istəmirəm, yəni sərt belə bir reaksiyası. Mən uşaq istəmirəm. Həmin bu pasiyent psixoloqun qəbulunda olarkən onlar birgə şəkildə müxtəlif travmalara toxunublar. Travmaları araşdırıblar ki, bu reaksiya hardan qaynaqlanır, niyə belə reaksiya formalaşdığını anlamağa çalışıblar. Və araşdırıb aradıqdan sonra pasiyent deyib ki, mən də anam kimi pis ana olmaqdan qorxuram. Mən də öz anam kimi pis bir ana olacağam. Psixoloq deyir ki, yəni həmin qadının səsi tam bir daxili ağrı ilə qıcıq və qorxu əks etdirirdi. Yəni bu sadəcə söz deyildi də, o dərin və həqiqi bir daxili gərginliyi, qorxu və narahatlığı ifadə edirdi. İzah. Burada görürük ki, insanlar özlərini haqsız yerə ittiham edirlər və gələcəkdə özlərini necə görəcəklərini düşünürlər. Bu cür reaksiyalar daxili kölgə və qorxu ilə bağlıdır. Nəticədə inkar və müqavimət içində bir şey var, yəni belə bir hisslər var. İnkar və müqavimət göstərmək kimi hisslər. Diqqət yetirin, nə dəhşət dərəcədə siz inkar edirsiniz və yaxud da müqavimət göstərirsiniz. Mən uşaq falan beşməkən. Bilin ki, burada hansısa bir komponentlər var. Yəni bilin ki, burada nəsə gizlədilibdir. Təsəvvür edin, insan 40 yaşındadır və düşünür ki, uşaq istəmir və bunu hər kəsə danışır. Və təsəvvür eləyin ki, birdən-birə özünə etiraf etmək nə qədər çətindir ki, əslində o uşaqları istəmir ona görə ki, çünki qorxur ki, mən də anam kimi pis bir ana olacağam. Eyni ilə başqa bir misal, siz 40 il boyunca özünüzü kasıb, uğursuz biri kimi hiss etmişsiniz. Elə bilirsiniz ki, heç vaxt pul qazana bilmərsiniz. Və birdən sizə inanmaq lazımdır ki, siz pul qazana bilərsiniz. Bu çox çətindir. Elə eyni ilə uşaq misalı kimi çətindir. Və ya başqa bir nümunə, siz düşünürsünüz ki, siz işlərinizi tamamlamırsınız. Məsələn, 35 il boyunca heç bir işinizi tamamlamamışsınız. Və birdən inanmaq lazımdır ki, siz bunu edə bilərsiniz, tamamlaya bilərsiniz. Birdən-birə özünüzə etiraf eləməlisiniz ki, mən bunu bacaracağam, mən bunu bacarmalıyam, mən bunu tamamlamalıyam, tamamlayacağam. İzah, bütün bu hallar göstərir ki, hər bir etiraf, istər uşaq, istər pul, istər işlərin tamamlanması olsun, dərin müqavimət və qorxu ilə bağlıdır. Bu müqavimət həmişə var. Bizim vəzifəmiz özümüzə dürüst olmaq, etiraf etmək, özümüzü tanımaq. Yəni əzizlərim, etiraf etmədən irəli getmək mümkün deyil. Bu element hər zaman etirafın içində olur. Əvvəlcə siz bu reputasiyalardan, özünə dair köhnə təsəvvürlərdən çıxmazdan əvvəl özünüzə etiraf etməlisiniz ki, siz bunu istəyirsiniz. Deyin, mən istəyirəm, mən buna can atıram, mən bunu dəhşət dərəcədə istəyirəm. Və sonra yavaş-yavaş yeni, daha sağlam, xoş və konstruktiv özünüzə dair təsəvvürləri, yəni yeni reputasiyanı formalaşdırmağa başlayırsınız. Xatırlayırsınız, mən sizə reputasiyadan danışmışdım, onu qurmaq çətindir, amma itirmək çox asandır. Burada əsas element isə hakimdir, hakim kölgəsi. Hakimi biz analiz edəcək və çalışacaq ki, o bizim tərəfimizə işləsin. Yəni, içimizin hakimindən gedir, iç kölgə, hakim kölgəsi. İçimizdə bir hakim yatıbdır, oyaqdır, var. Və içimizdəki o hakim həmişə hökm edir, o həmişə var, o həmişə öz-özünə nəyisə pıçıldayacaq. Amma bizim məqsədimiz onun bizim üçün işlətmək. Yəni, hakim bizim xeyrimizə qərar verəcək şəkildə formalaşmalı, bizimlə birlikdə olmalıdır. Yəni, biz onu belə formalaşdırmalıyıq. Ego da eyni şeydir. Ego bəzən çox zalım ola bilər, bizi təhqir edə bilər, iç eqamız. Daim başqaları ilə müqayisə edər bizi. Filankə səndən yaxşıdır, filankə səndən zövqlü giyinir. Nə bilim, digəri səndən ağıllıdır deyər. Alçaldan, nifrət dolu içimizdəki bir səs. Amma eyni zamanda ego tamam başqa cürdə ola bilər. Əgər, yəni, yenə də biz onu xeyrimizə qərar verəcək şəkildə formalaşdırsaq.
Buradakı məsələ yanaşma tapmaqdır. Necə ki biz hakim kölgəsini öz tərəfimizə işləməyə yönəltmək istəyirik, eləcə də eqoya münasibətimiz dəyişməlidir. Amma v целом, ümumilikdə isə bizim əsas işimiz yeni reputasiya yetişdirməkdir. Amma ən vacib yekun məqam budur ki, sən öz-özünə etiraf edirsən. Bəli, mən bunu istəyirəm, mən buna can atıram. Yalnız bu etirafdan sonra yeni reputasiya toxumunu əkib böyütmək mümkün olur. Keçdi uğursuz kölgəsinin dərin hisslərinə. Uğursuz kölgəsinin dərin hissləri. Bəs bu kölgəni necə tutaq? Necə hiss edək? Mən niyə o sualları yuxarıda sizə verdim, indi sizə bir şey deyim. Bunu fakt kimi qəbul etmək lazımdır. Təsəvvür edin, belə bir qanun uyğunluğu var. Belə bir mənzərə. İnsanın bir arzusu var. Məsələn, mən biraz əvvəl ana olmaq istəyən qadının misalını götürdüm. Onun arzusu vardı, amma bütün gücüyle bu arzunu inkar edirdi, sıxışdırırdı, özündən belə gizlədirdi. O insan öz istəyini inkar edir. Yox, bu mənim üçün deyil, mən istəmirəm, bu mənlik deyil, deyir. O arzusundan qorxur. Bəlkə də alınmaz, bəlkə də məni qınayarlar, bəlkə də bacarmaram. İçində belə qorxular var. O arzusundan qaçır, özünü aldadır, bəhanələr tapır, diqqətini yayındırır. Və nəticə, təbii ki, o arzu reallaşmır, çünki insan öz-özünə icazə vermir. Baxın, uğursuz kölgəsinin dərin hissi də məhz budur. Mən istədiyimi əldə etmirəm. Və əlbəttə ki, əldə etməyəcəksən, çünki sən özünə belə etiraf edə bilmirsən ki, mən bunu istəyirəm. Sən onu inkar edirsən, ondan qorxursan, ondan qaçırsan. Ona görə də uğursuz kölgəsinin əsas formulu belədir. Arzu var, inkar edirəm, qorxuram, qaçıram və sonda mən uğursuzam. Bir daha, uğursuz kölgəsinin sxemi. Birinci, arzu var. Canlı, real, mənim istədiyim bir arzu. 2. Mən onu inkar edirəm, yox, bu mənlik deyil, mən bunu istəmirəm, mən elə insan deyiləm. Üçüncüsü, mən ondan qorxuram. Ya alınmazsa, ya məni qınasalar, ya bacarmaramsa. 4. Mən ondan qaçıram, özümə bəhanələr tapıram, ağılla izah etməyə çalışıram, mənə lazım deyil, ümumiyyətlə boş şeydir, diqqətimi yayındırıram. 5. Nəticə, arzu həyata keçmir, çünki mən özümü qadağa qoymuşam. 6. Dərin his, mən uğursuzam, çünki istədiyimi əldə etmirəm. Əsas məqam, mən uğursuzam. Hissi dünyadan gəlmir. Dünya sənə vermədi deyə yox. Bu hiss sənin özündən doğur. Çünki sən özünə istəməyə icazə vermədin, özünə etiraf etmədin, özünə imkan yaratmadın, addım atmadın və təbii ki, boşluq aldın. Bizim Sevamız var. Seva uşaqlardan bəri gözəl olmaq istəyirdi. O hamıya xoş görünməyə arzusunda idi. Ən yaraşıqlı band, ən parlaq çanta, dəbli sandal, hər şey onda olsun istərdi. Seva istərdi ki, oğlanlar ona baxsın, ona vali olsunlar, onu görsünlər və yaran qalsınlar. Bu çox təbii bir istədi, həm qızlarda, həm oğlanlarda cəzbədar olmaq, bəyənilmək, parıldamaq arzusu. Amma nə baş verdi? Sevanın anası özün gözəlliyini dəyərsizləşdirirdi. Yəni gözəllik onun üçün önəmli deyildi. Onu tez-tez dediyi sözlər belə idi. Gözəllik əsas deyil, əsas olan ağıl və təhsildir. Oxumaq lazımdır. Yəni, ana sakit mesaj ötürürdü. Gözəllik ikinci dərəcəlidir. Hətta bu haqda düşünmək ayıbdır. Əsl dəyərli olan ağıl, kitab savaddır. Və Seva tədricən öz gözəl olmaq istəyini qidalandırmağı dayandırdı. Yəni, gözəl olmaq istəyini qidalandırmağa dayandırdı. Haçan ki, biz öz əsl istəyimizi dayandırırıq, o andan, o nöqtədən tədricən kölgə yaranır. Kölgəmiz nədir? Yəni, öz istəklərimizi atırıq içəri, kölgədə qalır. Bax, orada kölgə oradır ki, haradakı arzular qidalanmır. Sonra ilk iynələr gəldi. Uşaq bağçasında bəyəndiyi oğlan başqa qıza vuruldu. Məktəbdə də xoşa gəlməz hadisələr baş verdi. Və Seva get-gedə öz şəxsiyyətini ağıllı qız obrazı üzərində qurmağa başladı. O hamının gözündə bilmiş, əlaçı, müəllimlərin və nənələrin sevilmisi oldu. Və bu yolla o alqış, heyranlıq dəyər qazanırdı. Beləcə də Sevanın içində belə bir ssenariya möhkəmləndi. Gözəllik və münasibətlərə maraq göstərmək ayıb, qeyri-ciddi. Elm, təhsil, karyera isə hörmətli və şərəflidir. Bəs ruhunda nə baş verirdi? Əslində isə diqqət, sevgi, qayğı, münasibət arzusu heç vaxt itmirdi. Bu arzu dərinlikdə yaşayırdı, amma Seva onu inkar edir, gizlədir, göstərməyə qorxurdu. Üstəlik də Sevanın atası soyuq, qapalı,
Emosional baxımından soyuq. Nə anasına, nə də qızına istilik, kompliment, heyranlıq bəxş etmirdi. Halbuki Sevanın buna çox ehtiyacı var idi. Nəticədə böyüyən qadın belə oldu. Sevanın karyerası var, yüksək vəzifəsi var, səyahətləri, uğurları var. Xaricdən hər şey gözəl görünür. Amma gözəl olan, sevilən, lazım olmaq arzusu olan rəfiqələri ilə görüşdən sonra Sevanın içində sakit bir kədər qalır. Daxildə hiss edir boşluq var. Və bax, bu sakit kədər çox vaxt çox vacib bir siqnaldır. Siqnal ki, gözəl olmaq, sevilmək, lazım olmaq arzusu hələ də yaşayır, sadəcə kölgəyə sıxışdırılıb. Nəticə isə güya hər şeyi düzgün etdi. Təhsil, karyera, uğur, amma öz əsl arzusunu qəbul etmədiyi və yaşamadığı üçün içində belə bir hiss doğuldu. Mən uğursuzam, mən istədiyimi əldə etmirəm. Uğursuz kölgəsi sxema Seva nümunəsində. Birinci arzu var. Seva uşaqlardan gözəl olmaq, oğlanlara xoş gəlmək, heyranlıq, diqqət və komplimentlər almaq istəyirdi. İkincisi, mən onu inkar edirəm. Anası deyirdi, gözəllik əsas deyil, əsas olan ağıl və təhsildir. Seva'nın böyüdüyü mühitdə gözəllik ciddi olmayan, hətta utanç verici sayılırdı. Nəticədə Seva gözəl və sevilən olmaq arzusunu qəbul etməyi dayandırdı. Üçüncüsü, mən ondan qorxuram. Birdən məni axmaq hesab edərlər, birdən desələr ki, mən yüngül təbiətliyəm. Birdən cazibədar olmaq istəsəm, məni rədd edərlər. Arzunu göstərmək qorxuludur, çünki qınaq və utanç riski var. Dördüncüsü, mən ondan qaçıram. Seva arzusunu boğmaq üçün təhsilə, ağla, karyeraya yönəldi. Ağıllı, əlaçı qız obrazını qurdu. Bununla alqış və heyranlıq qazandı. Öz-özünə bunu belə izah etdi. Təkəm nə olsun, əvəzində ağıllıyam, nailiyyətliyəm, müstəqiləm. Beşinci, nəticə, istənilən baş vermir. Seva'nın karyerası, statusu, səyahətləri var, amma ən əsas şey yoxdur. Onun gözəlliyinin, qadınlığının, sevgisinin və diqqətinin qəbul edilməsi. Rəfiqələrlə görüşlərdən sonra isə Seva'da sakit kədər qalır. Altıncı, dərin hiss. Mən uğursuzam hissi. İstədiyimi əldə etmirəm. Seva'nın hekayəsində əsas məqam ona gözəl və sevilən olmağa imkan verməyən dünya deyil, bu qadağanı əvvəlcə anasının və cəmiyyətin təsiri ilə, sonra isə öz qorxusu və ağıllı qız obrazından qaçışı ilə Seva'nın özü qoydu. Formula, istəyirəm gözəl və sevilən olmağı, bunu inkar edirəm, qorxuram, qaçıram və nəticədə o arzunu almıram, özümü uğursuz hiss edirəm. Fakt olaraq qəbul etmək lazımdır. Əgər ruhunuzda yük, sakit kədər varsa, bu sadəcə əhval-ruhiyyə deyil. Bu siqnaldır, gizlədilmiş arzu, kölgəyə sıxılmış arzu, yəni kölgə üzə çıxır. Əgər ruhunuzda yük, sakit kədər varsa, bu harada özünü göstərə bilər. Filmlərdə süjet sizi dərin şəkildə təsirləndirir və özünüzə deyirsiniz, vay dedəm, vay bu mənim haqqımdadır, bu mənim toçunum. Mahnılarda, musiqidə sözlər bir anda ürəyinizə dəyir, təsir edir. Həyatda bəzən bir hiss dalğası gəlir. Vay, budur mənim kölgəm, vay, budur mənim arzum. Necə hiss olunur bu? Tam qorxulu deyil, daha çox qəribə, anlaşılmaz. Bu necə belə bir hissdir də, necə hiss olunur? Daxili konflikt kimi hiss olunur, yəni daxili konflikt yaranır. Mən bunu istəyirəm, amma sanki buna haqqım yoxdur. Və məhz bu anın qəbul edilməsi. Mən bunu istəyirəm, demək ki, bu mənim kölgəmdir. Başa düşməyin açarıdır. Kölgəni necə tapmaq olar? Məqsəd, qoyursuz, gündəlik siqnallar vasitəsilə gizli arzularınızı və daxili konfliktlərinizi anlamaq. Yükü və sakit kədəri müşahidə edirik. Ruhumuzda ağırlıq, həsrət, sakit kədər hiss etdiyimiz zaman bunu görməməzlikdən gəlmirik. Bu siqnal verir. Kölgə özünü göstərmək istəyirəm. Vacibdir başa düşmək, bu sadəcə pis əhval-ruhiyyə deyil, bu yaşanmamış arzu və ya gizli qorxudur. Xarici siqnalları dinləyirik. Kölgə tez-tez baxdıqlarımız və dinlədiklərimiz vasitəsilə də üzə çıxır. Filmlərdə süjet sizi dərin təsirləndirir və özünüzə deyirsiniz, bu mənim haqqımdadır. Mahnılar, sözlər daxili vəziyyətinizi əks etdirir. Kitablar, hekayələr, dialoqlar, müəyyən hekayələr güclü rezonans yaradır. Belə bir məsləhət verim sizə, nə isə sizə dərin təsir göstəribsə, nə isə dərin təsir göstərirsə, hisslərinizi qeyd edin. Hansı element reaksiyanı yaratdı, hansı duyğu ortaya çıxdı. Daxili konflikti qeyd edirik. Reaksiyanın da özünüzə suallar verin. Mən nə istəyirəm? Niyə mən bunu istəməməliyəm?
Bu arzudan niyə mən qorxuram? Yəni arzunuz qəribə ola bilər, bəli, qorxulu ola bilər, bəli. Şərt bu deyil. Vacib olan budur ki, bu arzunun mövcud olduğunu görüb qəbul edəsiniz. Bu arzunu, bu kölgəni necə qəbul edirik? Əsas özünüzə deyin, mən bunu istəyirəm, bu mənim arzumdur, bu mənim kölgəmdir. Beləliklə, kölgə artıq gizli olmur, özünü tanımanın alətinə çevrilir. Müşahidələri qeyd edirik, qeyd dəftəri açın və telefonunuza ya da ki yazın. Qeyd edin, nə sizi təsirləndirdi, hansı duyğu yarandı, hansı arzu gizlədilmişdi. Zamanla əsas kölgələrinizin və dərin arzularınızın şəkli ortaya çıxacaq. Əsas prinsip, kölgə özü yox olmur. Onu görmək və qəbul etmək lazımdır. Belə etdikdə o artıq ağır yük olmur, əksinə özünüzü anlamağın mənbəyinə çevrilir. Təsəvvür edin dostlar, vacib bir şey anlamaq lazımdır ki, biz həmişə özümüzü uğursuz hiss edəcəyik. Əgər həqiqətən istədiyimiz həyatı qurmayacaqsa. Belə baş verir. Xaricdən görünə bilər ki, insan tamamilə uğurlu həyat yaşayır. Karyera var, status var, səyahətlər, pul, hər şey qaydasında görünür. Amma içində bir kölgə, gizli bir his var. Mən uğursuzam, mənə nəsə çatmır bu həyatda. Və məhz bu his insanı xoşbəxt etməyənədir. Baxmayaraq ki, hər şey görünüşdə yaxşıdır. Yəni, xaricdən hər şey mükəmməl görünə bilər, amma daxildə boşluq, sakit kədər, mənə nəsə çatmır hissi var. Belə insanları ətrafımızda görürük, həyatları ideal görünür, amma onlar özlərinə nifrət edir, özlərini uğursuz, dəyərsiz hesab edirlər. Və əsas məqam bu yalnız ona görə baş verir ki, insan həqiqətən istədiyi həyatı yaşamır. O düzgün yaşamağa çalışır, başqalarına görə cəmiyyətin gözündə, amma ruhunun istədiyi kimi deyil. Yəni, ruhunun istədiyi kimi yaşamır. Nəticə, əgər uğursuzluq hissindən qurtulmaq istəyirsinizsə, öz həyatınızı özünüz üçün vacib olan həyatı yaratmağa başlayın. Arzularınızı və xəyallarınızı tanıyın. Yalnız o zaman daxildəki uğursuzam hissi yox olmağa başlayacaq. Seva yoluna davam edir və görür ki, o öz arzusunun bir kişi tərəfindən sevilmək, dəyər verilmək, həyat yoldaşı kimi seçilmək, ailə, uşaq, sakitlik və rahatlıq arzusunu inkar etməyə başlayır. O, bu arzuyla elə mübarizə aparır ki, hamıya hekayələr danışır. Baxın, bir gecəli münasibət nə qədər də gözəldir. Heç nəyə bağlanmamaq necə rahatdır. O, bütün yollarla öz dostlarına da buna cəlb etməyə çalışır. Bu azad, yüngül yanaşmanı göstərir. Xatırlayırsınızmı? Mən dini bir misal gətirmişdim. Məsələn, bir ilahiyatçı, müqəddəs ata fanatik şəkildə vaz verir. Orada əsas məqam o idi ki, həmin ilahiyatçı və yaxud da müqəddəs ata görünüşdə insanları cəlb etməyə çalışır, amma əslində təbliğə özünə yönəlmiş kimidir. Yəni, onun fanatik vazı daha çox özünü inandırmaq üçündür. Propaganda aləti kimi çıxış eləyir, amma hədəfi başqaları yox, öz şübhələrini bastırmaqdır. Sanki özünü inandırmaq üçün yüksək səslə başqalarını inandırmaq istəyir. İlahiyyatçının vazı primerno belə səslənir. Bu yoldan kənara çıxan azacaq, başqa yol yoxdur, kim bu qaydaları qəbul etmirsə cəhənnəmdə yanacaq. Tanrının istədiyi yalnız budur, başqa şey yalandır və s. eləyir. Bu sözləri deyərək sanki öz içindəki o şübhəni boğur. Bir sözlə bunu insanlara bu yolla cəlb etmək üçün yox, özünü inandırmaq üçün edir ki, yalnız bu yol var, başqa heç bir yol yoxdur. Eynilə də burada eyni şey baş verir. O müəyyən bir fikir daşıyır, o həyatını qurur, amma bu həyat kölgəsini inkar edən həyatdır. O öz kölgəsini içindəki arzuya ehtiyac, dərin istəyi görməyə və qəbul etməyi rədd edir və nəticədə daxildə eyni uğursuzam hissi qalır. Xaricdən hər şey normal görünə bilər, amma içindəki boşluq, arzuların inkarı, təzyiq və qorxu hissi onu daim uğursuz, yetərsiz hiss etdirir. Siz öz arzularınızı inkar edə bilərsiniz, amma hissləri inkar edə bilmərsiniz. Başqa sözlə desə, istədiyimizi gizlədə, gözə görünməz edə bilərik, danışmaya, rədd etməyə çalışa bilərik. Amma daxildəki boşluq, çəkingənlik, arzu və sakit, amma davamlı narahatlıq, bunları gizlədə bilmərik. Hisslər həmişə özünü göstərir, bəzən sakit, bəzən güclü, amma heç vaxt yox olmur. Yəni, arzunu rədd etmək mümkündür, amma öz kölgənizi, hisslərinizi inkar etmək mümkün deyil. Bu hiss, istədiyimi ala bilmirəm, boşluq hissidir. Başqa sözlə desək, xaricdən baxanda hər şey varmış kimi görünə bilər. Pul, status, uğur, dostlar, amma içdən bir his var ki, elə bir heç nə yoxdur. Hər şey olduğu halda da boşluq, natamamlıq, doyumsuzluq hissi davam edir. Bütün bunlar kifayət etmir kimi bir his yaradır, özünü yararsız, dəyərsiz hiss etmək.
Doğru istəklərdən qaçmaq heç də yaxşı nəticə gətirmir. Hətta başqa uğurlarla, nailiyyətlərlə, hər hansı bir xarici müvəffəqiyyətlərlə onları doldurmağa çalışa bilərsiniz, amma bu heç vaxt sizin əsl istəklərinizi tam şəkildə doldurmayacaqdır. Bayaq Sevadan nümunə götürdük. İndi isə Sona nümunəsini götürəcəm və görəcək ki, bu eyni prinsiplər çox fərqli, hətta tam əks vəziyyətlərdə də işləyir. Sonada nə baş verir? Sona uşaqların anasıdır, həyat yoldaşı, sakit, uyğunlaşan, mehriban, öz işində dinç bir qadındır. Onun həyatı sakit, dinç keçmişdi və 32 yaşında dünyasını dəyişmişdi. Yəni, Sonanın həyat tərzi istəklərini inkar edən həyat tərzidir. Yəni, o öz içindəki istəkləri, arzuları, kölgəni görmür, onları yaşamır, onların üzərinə getir. O danışırdı ki, mən xoşbəxtəm, razıyam, amma xatırlayın ki, biz demişdən pis şeylərdən biri özünü aldatmaqdır, özünə mən yaşayım demək. O halda ki, əslində özünü pis hiss edirsən. Sona da eyni şeyi edirdi, öz həyatını, öz rolunu təbliğ edirdi. Mən mükəmməl ev sahibiyəm, uşaqlarımı böyüdürəm, hər şey qaydasında edirəm, mən xoşbəxtəm. Bu propagandist bir yanaşmadır, özünü başqalarını aldatmaqdır, inandırmaq. Nəticə necə olur? Seva Sonaya baxır və deyir, Sona sən axmaqsan, niyə öz xoşbəxtliyini qiymətləndirmirsən? Sona isə Sevaya baxır və düşünür, Seva, sənin həyatın mənim xəyalım kimi görsənir. Bu nümunələr göstərir ki, istənilən halda kölgəni inkar edən həyat tərzi istər aktiv, istər sakit görünsün, insanın boşluq, daxili narazılıq hissini aparır. Xüsusilə də başqalarının həyatını müqayisə etdikdə bu ortaya çıxır. Təsəvvür edin Sona, o uşaqların anası, həyat yoldaşıdır, sakit, rahat, yumuşaq, mehriban, həyata sakit deyişdir, xaricdən baxanda hər şey mükəmməl görünür. O 32 yaşında vəfat edib. Neytral bir həyat yaşayıb. Daha doğrusu öz kölgəsini inkar edən bir həyat yaşayıb. Bu nə deməkdir? O həqiqi arzularını, daxili ehtiyaclarını gizlədir, özünə və başqalarına deyir ki, xoşbəxtdir, razıdır, hər şey yaxşıdır, amma bu bir illüziyadır, maskadır. O özünü inandırır ki, hər şey yaxşıdır, baxmayaraq ki, içində boşluq var. Eyni vəziyyəti bir çox insanlarda görürük biz. Sonaya əlavə edək, o daim danışır ki, necə gözəl evdar qadındır, necə uşaqlarını böyüdür, necə evlilikdə xoşbəxtdir. Eyni zamanda hamıya göstərməyə çalışır ki, həyatı mükəmməldir, sanki baxın belə yaşamaq lazımdır deyə təbliğ edir. O yalnız başqalarını deyil, özünü də inandırır ki, hər şey möhtəşəmdir. Və maraqlı müqayisə anı, biri digərinə baxıb düşünür, o dəlidir, niyə xoşbəxtliyini qiymətləndirmir? Digər isə baxıb və düşünür, sənin həyatın mənim arzumdakı həyatdır. Nəticə, bir insan kölgəsini, yəni həqiqi arzularını və ehtiyaclarını inkar edən həyat qurursa, o daim başqalarının xoşbəxtliyini daha üstün görür və öz hissləri isə boş qalır. Yəni, xaricdən həyat düzgün, uğurlu, gözəl görünə bilər, amma içində həmişə sakit bir kədər, boşluq, bir şeylər əksikdir hissi olur. Xaricdən həyat nə qədər mükəmməl görünsə də, əgər həqiqi arzularınızı inkar edirsinizsə, kölgələrinizi gizlədirsinizsə və özünüzü inandırırsınızsa ki, hər şey yaxşıdır, siz heç vaxtdan məmnunluq hissi yaşaya bilməyəcəksiniz. Başqaları ilə müqayisə etmək isə bu daxili konfliktləri daha da artırır. Buna görə də burada heç bir tək düzgün həyat tərzi, heç bir tək düzgün yaşama yolu yoxdur və ola bilməz. Burada əsas olan öz arzularına və özünə qarşı dürüstlük, özünə qarşı səmimiyyət, baş verənləri real qəbul etmək və ətrafdakı işarələri görmək. Tutalım, Seva əvvəllər düşünürdü. Ay Allah, mən münasibətlər üçün yaradılmamışam. Nə münasibət yox, mənlik deyil. Uzun müddətli münasibət mənlik deyil, mən orada bacarmaram. Sonra Seva deyir ki, bəlkə cəhd edim. Cəhd edir və bir dəfə alınır ondan. Sonra yenə bir dəfə də istəyir cəhd eləsin və yenə də alınır. Hətta bu proses bəzən ona maraqlı, hətta əyləncəli gəlir. Yəni, bəzən ki, insan özünü inandırır. Düşünürsən ki, münasibət mənlik deyil, inandırırsan, özünə yalan danışırsan. Özünün qarşısında reputasiyan belə olur ki, yox, mənlik deyil münasibət, mən bacarmaram. Yəni ki, insan özünü inandırır. Və mən niyə bunu deyirəm, dostlar? Çünki bu münasibətlərə də aiddir. Bəzən deyirsən, münasibət, yox, münasibət, evlilik, yox, uşaqlar, yox. Yəni, necə biz bunu prob eləməmiş, belə bir nəticəyə gəlib çıxa bilərik də. Yəni, özümüzü niyə aldadırıq əslində? Məsələn, mənim üçün uşaqlar məsələsi sakitdir, heç bir istək və ya qarşıdurma yoxdur. Mən bunu, hər yanda, hər yerdə deyirəm ki,
Bəlkə gələcəkdə uşağım ola bilər, amma indi istəmirəm və olmayacaq. Ən vacib məqam budur. Özümüzdəki həqiqi arzuları qəbul etmək, həqiqi istəklərimizi inkar etməyək, onları tanıyaq və səmimi şəkildə onlarla üzləşək. Mən nə demək istəyirəm? Reputasiya o qədər geniş və əhatəlidir ki, biz adətən onu görmürük. Əgər siz müəyyən bir rol, müəyyən bir obrazla öyrəşmisinizsə, cəhd edin bu çərçivədən çıxmağa, özünüzü yeni tərəfdən görməyə. Yəni, öncə dediyim kimi, əgər siz münasibətə girməyə belə bir reaksiyanız var, oy, fuy, yox, ailə, yox, uşaq, oy, münasibət, bacarmaram, nə. Çalışın, bu çərçivədən çıxın. Özünüzü yeni tərəfdən görün, özünüzü yeni bir şeylərdə sınayın, prob eləyin. Mən indi bilə-bilə uğursuz nümunələrini gətirirəm. Seva və Sona nümunəsində daha aydın, yəni görünür. Sona özünü belə hiss edir, mən istədiyimi əldə edə bilmirəm, istədiyimi almıram. Seva isə boşluq və dəyərsizlik hissindədir. Bu bir situasiyadır, başqa bir situasiya da var. Mənim tanışımın xoşbəxtliyinin səbəbi onun evlilik həyatı deyil. Yəni, onun böyük həqiqi xoşbəxtliyi, onun işi, karyerası, pul, miqyasıdır. Uşaqlıqdan belə arzu edirdi. Amma evlilik və münasibətlər ona daha çox şey açdı. Onun içində çox gözəl potensiallar ortaya çıxdı. Buradan çıxan nəticə, başlamaq lazımdır öz inkar etdiyiniz yerinizdən. Yəni, inkar etdiyiniz şeylərə diqqət yetirin. O reaksiyanız olur, yo, bu mənlik deyil, evlilik mənlik deyil, daimi münasibət mənlik deyil. Yəni ki, nəyisə inkar edirsiniz, nəyisə belə bir reaksiyanız oldusa, yəni buna diqqət yetirin. Harada oturur sizin inkarınız, onu tapın, üzləşin və oradan